Dünyada ən çox otel hardadır? Onu deyim ki, bu statistik rəqəmləri dəqiqləşdirmək 2024-cü il üçün imkan olmadı. 2020-2021-ci illər üçün statistik rəqəmlər net əlimizdə vardır. Onu deyim ki, otel biznesində şərtsiz lider Amerika Birləşmiş Ştatlarıdır. 436 min otel, mehmanxana, hostel, dayanacaq mərkəzi, qalma mərkəzləri vardır. Bunlardan 44 mindən yuxarısı ulduzlu otellərdir. Yəni bir ulduz, iki ulduzlu. Onu deyim ki, Avropada bu barədə şərtsiz lider İtaliyadır. 33 min otel vardır. Bunların içində ən bahalı otel, belə Avropada ən bahalı otel, Hotel Seven Stars Galleries məhz İtaliyada yerləşir. 7 ulduzlu oteldir. $1500 nömrənin qiyməti başlayır. 5 ulduzlu otellər içərisində şərtsiz lider Çindir. Burada 2945 ulduzlu otel vardır. Türkiyə ikinci yerdədir 800 otellə. 670-700 arası otellə isə Meksika 3-cü yerdədir. Onu deyim ki, Türkiyədə 20.149 otel vardır. Ki bunlardan hardasa 10 mindən çoxu ulduzlu otel hesab olunur. Azərbaycanda 757 otel qeydiyyatdan keçmişdir və bunların yarı faizi ulduzlu oteldir, qalanları hostel və dayanacaq mərkəzi kimi fəaliyyət göstərir. Rusiyada, yaxın qonşumuz Rusiyada isə 5000-dən çox otel vardır. Yəni rəsmi qeydiyyatdan keçən. O biri məsələlər haqqında məlumatımız yoxdur. Amma onu da deyim ki, bu rəqəmlər müəyyən bir formada dəyişə də bilər. Videomuzu axıra qədər izləməyinizi xahiş edirəm. Gələn videolarda yenə otel biznesi haqqında danışacağıq. Ən bahalı otellər, ən ucuz otellər hansılardır?